Salam, əziz tamaşaçılar. Bugün Azərbaycan musiqi tarixində silinməz iz qoymuş, xalqımızın qürur mənbəyi, dahi bəstəkar və maarifçi Üzeyir bəy Hacıbəyovdan danışacağıq. O sadəcə bir bəstəkar deyildi. O, bir epoxanın qurucusu idi. Musiqi tariximizin başlanğıc nöqtəsini yazan, sözün əsl mənasında milli musiqi mədəniyyətimizin banisi. Üzeyir bəy 1885-ci il sentyabrın 18-də Qarabağın incisi Şuşada dünyaya gəldi. Hələ uşaqlıqdan musiqiyə olan marağı atası tərəfindən müşahidə edilirdi. O əvvəlcə Şuşa Rus Tatar məktəbində, sonra isə Zaqafqaziya müəllimlər seminariyasında təhsil aldı. Ən böyük arzusu xalqına xidmət etmək idi. Təhsilini davam etdirmək üçün Tiflisə, sonra isə Sankt-Peterburqa yollandı. Oradakı klassik Avropa musiqisi ilə yaxından tanış oldu və bu bilikləri Azərbaycan musiqisinin inkişafında tətbiq etdi. ...1908-ci il Azərbaycan və ümumiyyətlə şərq musiqisi üçün dönüş nöqtəsi. Üzeyir bəyin bəstələdiyi Leyli və Məcnun operası ilk opera oldu. Bu opera ilə muğam klassik operaya daxil oldu. Bu həm bədii, həm də ictimai inqilab idi. O, xalqın sevdiyi muğamı Avropa klassikası ilə sintez etdi. Bundan sonra Şeyx Sənan, Rüstəm və Zöhrab, Koroğlu kimi möhtəşəm əsərlər gəldi. Xüsusilə Koroğlu operası qəhrəmanlıq ruhunu təcəssüm etdirən simfonik zirvədir. Koroğlu operasında xalqın azadlıq arzusu və cəsarəti, üsyanı simvolizə edilir. Üzeyir bəy bu əsəri ilə həm musiqi, həm də milli ruhun yüksəkliyini göstərdi. Üzeyir Hacıbəyev həm də böyük maarifçi idi. O, musiqi məktəblərinin, konservatoriyalarının, orkestr və xor kollektivlərinin yaranmasında əsas rol oynadı. 1921-ci il Azərbaycan Dövlət Konservatoriyasının yaradıcılarından biri oldu və burada dərs dedi. O, ilk dəfə Azərbaycan musiqi elmini sistemləşdirərək nəzəri əsərlər yazdı. Onun Azərbaycan xalq musiqisinin əsasları kitabı bu sahədə ilk elmi tədqiqat idi. O, həm də kommunist, Şərq qapısı və Azərbaycan qəzetlərində publisist məqalələr yazaraq ictimai fikrə təsir edirdi. El bilir ki sən mənimsən, yurdum, yuvam, məskənimsən. Anam doğma vətənimsən, ayrılarmı könül candan? Azərbaycan, Azərbaycan. ...1992-ci ildən etibarən 18 sentyabr Üzeyir Hacıbəyovun doğum günü ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu təsadüfi deyil, çünki onun adı Azərbaycan musiqisinin sinoniminə çevrilib. Dövlət himni də onun qələminin məhsuludur.
Bakı Musiqi Akademiyası onun adını daşıyır. Arşın Malalan filmi, operettası dünyanın 70-dən çox ölkəsində səhnəyə qoyulur. Hər notunda xalqının ruhunu yaşadan bir dahi bu Üzeyir bəy idi. Onun mirası yalnız musiqidə yox, həm də milli şuurumuzda yaşayır. Pulu çok olsun, derdi gemi az olsun. Onun pulu çok olsun, derdi gemi az olsun. Pulu var, var. Pulu var. Pulu var gələrəm. Bilirəm gələrsən, Bile yarımsan. belə canımsan. Bugün biz Üzeyir Hacıbəyovun işıqlı dünyasına səyahət etdik. O, keçmişdən gələcəyə körpü salan, bir millətin musiqi kimliyini yaradan şəxsiyyət idi. Unutmayaq ki, milli musiqimizi sevdikcə, yaşatdıqca Üzeyir bəyin ruhu bizimlə yaşayacaq. Onun əziz xatirəsini sonsuz ehtiramla yad edirik. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Növbəti görüşümüzdə görüşmək ümidi ilə, musiqi ilə qalın. Sağlıqla qalın.